Mənim haqqımda belə bir şayə deyək də, buladır şayə qoyaq. Şayə gəzir ki, mən həddindən artıq kaprizli bir aktrisayam. Bir mənalı şəkildə özünüzü kənara çəkməyi sevirsiniz. Mən bu sənətdə sevmədən, bilmədən gəlib çıxmışam. Aktrisa sözündən qorxurdum. Dərhal çəkilməyi bacarırım. Hər bir halımla dostumun yanındayım. İstəmirdim onlar aktrisa olsunlar. Rejissor özü seçməlidir aktrisanı. İşə o tapşırıqla getmək olmaz. Mən özümü teatrsız təsəvvür eləmirəm. Heç vaxt ola bilməz ki, mən seçim qarşısında qalıb. Mən artıq indi son 2 ildə mən deyə bilirəm ki, mən professional aktrisayam. Hər vaxtınız xeyirli olsun, hörmətli Oxu Az oxucuları və Oxu TV izləyiciləri. Bugün bizim çox maraqlı bir qonağımız var. Qonağımızı teatr səhnəsindən daha çox müşahidə etmisiniz, daha çox izləmisiniz və hesab edirəm ki, onu tanıyanlar arasında onu sevməyənlər demək olar ki, yoxdur. Ən azı mən bunu belə bilirəm. Bugünkü qonağımız Azərbaycan Respublikasının əməkdar artisti Vəfa xanım Zeynalova. Hər vaxtınız xeyir. Xoş gördük. Necəsiz Vəfa xanım? Yaxşı, şükür Allaha. Özünüzü necə hiss edirsiniz? Yaxşı. Əlayam. Adətən səhər saatları yuxudan durmaq mənim üçün çox böyük problemlər yaradır. Çünki gec yatıram deyə. Gecələri mən gec yatıram. Ona görə səhər durmalar biraz problem olur. Son vaxtlar belə deyim, gecikməyi sevmirəm, amma son vaxtlar bunu görürəm ki, artıq vərdiş halına keçirtmişəm. Hər yerə gecikirəm, buna görə özümü çox danlayıram. Amma indi sizi gördüm, əhvalım əladır. Vəfa Zeynalova niyə tez-tez görünmür? Nə bilim. Niyə televiziyadan, mətbuatdan çox tez-tez görünmürsünüz? Demək olar ki, görünmürsünüz. Nəylə görünüm? Yəni, yeni işlə, belə deyim də, müjdə verməliyəm tamaşaçılara. Deməliyəm, belə bir iş gəlir, belə bir layihə başlayıb, mən də o layihədə varam, məni sevərlər, baxa bilərlər. Təəssüflər olsun ki, heç bir yeni işdə yoxam və heç bir layihə ilə də əməkdaşlığım yoxdur deyə düşünürəm ki, boş-boş danışıb insanların zamanını almayım. Yeni rollar alanda da yəqin düşünürsünüz ki, bu onsuz da bizim işimizdir, bu yenilik sahibi. Yox, bir mənalı işimizdir, amma müəyyən informasiyalar olur o haqda ki, biz elə teatrın özündə məlumatlar veririk. Vəfa xanım, tamaşaçıların tanımadığı Vəfa Zeynalova və tamaşaçıların tanıdığı Vəfa Zeynalova arasında hansısa bir fərq var? Var. Çünki tamaşaçılar hər zaman məni səbirli, üzü gülər, daha çox insanlara başa düşən, onlara qayğı göstərən kimi tanıyırdılar həmişə və mən bunu qoruyub saxlamağa çalışmışam ki, onların yaddaşına belə də həkk olum. Sadəcə son zamanlar görürəm ki, artıq o səbir kasam daşır. O deyiləm də çox səbirsiz olmuşam, çox hirsli olmuşam. Amansız deməzdim, amma dəhşət dərəcədə səbirsizəm və istəmədən kiminsə xətrinə dəyməyi bacarıram artıq. Bunun əziyyətini özüm çəksəm də görürəm, bu məndə artıq alınır. Gözəl bir şeydir. Yox, gözəl deyil əslində, sevmirəm. Çünki kiminsə xətrinə dəyirəm, həmin onun an fərqinə vardım və yaxud varmadım, sonra mən onun əziyyətini çəkirəm. Fikirləşirəm ki, ayda niyə bunu elədim belə, gərək eləməzdim. Yeni layihələrdə yoxsunuz. Bunun yəqin ki, bir səbəbi var. Niyə yoxsunuz? Rejissorlar sizi görmür, siz rejissorları görmürsünüz, yoxsa seriallara çəkilmirsiniz, filmlərə çəkilmirsiniz. Bunun yəqin bir səbəbi var. Təbii var. Belə deyim, müəyyən layihələr var ki, yalan deməyəcəm, mənə təkliflər gəlib və mən baxıram, mənəm çox olduğu qədər maraqsızdır. Yəni, nə qədər onu belə bəziyib, düzüyüb mənə təqdim eləsələr də, baxıram ki, o deyil. Mən özümü həmin layihədə görə bilmirəm. Həmin filmmi deyim, serialmı deyim, görə bilmirəm. Və yaxud gündəlik bu serial olur, mən bunu zaman etibarı ilə çatdıra bilmirəm.
getmirəm, buna razılaşmıram və yaxud aktyor tərəfi, yəni aktyor truppası, rejissorun özü, yəni bu nüanslar var, məni qane eləmir və tam tərsinə olur ki, mən onları qane eləmirəm. Qonorar məni qane eləmir, mənim dediyim qonorar onları qane eləmir. Bütün bu faktorlar var, amma ki, mənim üçün önəmli olan layihənin özüdür. Əgər doğrudan o layihədə, o filmdə, o serialda bəlli bir yük varsa, bəlli bir iş varsa, həmin halda qonorar ikinci plana keçir. Yox, əgər mən sırf simamı satıramsa və belə deyim, biraz hər insanın, hər yaradıcı insanın içində o oynamaq xiffəti var, hardasa çəkilmək xiffəti var, o xiffətimi söndürmək istəyirəmsə, bunu artıq ən azından düşünürəm ki, bunun arxasında heç olmasa normal qonorarım olsun. Yəni bunu da düşünürəm. O baxımdan və yaxud çox gözəl layihələr var ki, təbii mən istəyirəm həmin layihədə olum, amma rejissor məni görmür, məni dəvət eləmir. Mən də gedib onun qapısını döyə bilmərəm ki, məni dəvət elə, məni gör. Ona görə yəqin ki, yoxam. Ümumiyyətlə bir aktrisa kimi fikriniz maraqlıdır, rejissor baxımından. Belə bir hiss olubmu içinizdən ki, gedim deyim? Bəlkə görmür. Yox, qəti surətdə heç vaxt ola bilməz. Yəni bu mənim xarakterimdə. Yəni bu sizin egonuzdan doğan bir şey də ola bilməz, yoxsa düşünürsünüz ki, məni görməlidir? Bu ego deyil. Sadəcə mən həmişə deyirəm ki, rejissor və operator arasında, aktrisa arasında bu üçlükdə bir bağlılıq olmalıdır. Bu üçü bir-birini anlamalıdır ki, düzgün ötürə bilsin həmin obrazı tamaşaçıya. Çünki rejissor əgər görmürsə, kimsə buna deyibsə, rejissor məcburiyyət altında qalıb hansısa aktrisanı ora çəkirsə, o rejissor aktrisanı işləməyəcək. Sadəcə özünü də aldadacaq, tamaşaçını da aldadacaq, aktrisanı da aldadacaq və üstəlik bütün bunlara baxmayaraq öz işinə ziyan vuracaq. Amma rejissor həmin aktrisanı orada, həmin rolda görürsə və yaxud aktyoru, o var gücü ilə çalışacaq ki, ondan istədiyini alsın. Hətta aktyorun oynamaq keyfi olmasa belə, nə bilim, hər hansısa bir problemi olsa da çəkilir zamanlarında, rejissor hər şey eləyəcək ki, o aktrisa, o aktyor oynasın, istədiyini alsın ondan. Ona görə mən hər zaman düşünürəm ki, rejissor özü seçməlidir aktrisanı, aktyorunu özü seçməlidir bir mənalı. Və mən gedim deyim ki, biz dostuq bugün. Təbii ki, yəni bizim bu cəmiyyədə hər kəs bir-birini tanıyır, hər kəs bir-biri ilə yaxşı münasibətdədir. Mən də deyə bilərəm dostlarıma ki, siz məni görmürsünüz, mən sizinlə yaxın dostunuzam, məni niyə çəkmirsiniz? Mən düşünürəm, bu düz deyil. Dostluğumuz başqa bir şeydir, amma çəkiliş mənim üçün başqa. Bu işdir. İşə tapşırıqla getmək olmaz. İşdə səni görməlidirlər, işdə səni bəyənməlidirlər, səni seçməlidirlər. Başqa mənim üçün xətt yoxdur. Amma bir fikir bildirdiniz, bu camiyyədə hər kəs bir-birinin xətrini istəyir. Mən biraz buna inana bilmirəm ki, bu camiyyədə hər kəs bir-birinin xətrini istəyir. Yəni dünya olandan bu camiyyədə hər kəs bir-birinə nəsə əks getməyə daha çox meyillidir deyə düşünürəm. Mən dostlarım, aktyorlar, aktrisalar, rejissorlar, ssenaristlər, montaj, jurnalistlər, hər kəsə şamil eləyirəm. Mənim ətrafımda dost deyirəm, tanış deyirəm, yaxın deyirəmsə onlara, deməli onlar mənim üçün yaxındırlar. Mən bilirəm ki, onlar məni görür də, sayır da, istəyir də və eyni anda mən də onlara eyni qarşılığı verirəm. Çünki başqa cür mümkün deyil. Amma istəməyən, sözünüzü kəsəm, istəməyən insanlar ola bilər. Artıq onlar mənim o ətrafımda deyirlər. Onlar sadəcə qıraq ola bilər, bu camiyyədəndirlər, amma bizim ünsiyyətimiz o qədər isti deyil. Uzaq başı, Allahın salamı. Ola bilərmi ki, sizə hansısa təklif gəlir, bayaq dediyiniz səbəblərdən siz imtina edirsiniz və iki rejissor oturub söhbət eləyəndə, məsələn, deyir ki, yox, kaprizlidir, lazım deyil.
Çox olur. Ümumiyyətlə mənim haqqımda belə bir şayə deyək də, buna da şayə qoyaq. Şayə gəzir ki, mən həddindən artıq kaprizli bir aktrisayam və hər hansısa bir setdəyəmsə, həmin seti bezdirirəm, həmin setə çox böyük belə tələblərim var. Əvvəl bu mənə qıcıq verirdi ki, niyə mənim haqqımda belə düşünürlər? Fakt olaraq bu belə deyil. Amma indi bundan keyf alıram. Qoy elə düşünsünlər. Bir halda ki, belə bir şey var. Vəfa Zeynalova haqqında özünün həmişə eşitdiyi və güldüyü bu təəssüratlar ki, məsələn, mən belə təsəvvür edirlər. Amma mən belə deyiləm. Hansılar var başqa? Həddindən artıq özündən razıdır. İnsanları saymır. Bilmirəm bu nəydən irəli gəlirsə, amma mənim haqqımda düşünür ki, mən çox özümdən razıyam və çox belə saymazam filanam. Əsla belə deyil. Belə mən düşünmürəm bu belədir. Bilmirəm. Bəlkə yəqin qıraqdan belə görsərəm, nə bilim. Akademik Milli Dram Teatrının səhnəsindən kənarda özünüzü necə təsəvvür edirsiniz? Yəni bir gün sizə deyildi ki, artıq burada işləmirsən. Çətin sual oldu ya. Birinci sualı başqa cür qəbul elədim. İstədim cavab verib, sonra yaxşı ki davamını gətirdiniz. Gördüm ki, dəhşətli dərəcədə çətin oldu. Bu mənim üçün dəhşətdir. Mən bilmirəm necə reaksiya verərəm. Buna mən bilmirəm necə eləyərəm. Mən özümü teatrsız təsəvvür eləmirəm. Təbii ki, hər hansısa bir teatrlar olacaq, mənə qapısını açacaq. Amma reaksiyalarım necə olar? Özüm belə çaşqınlıq içindəyəm, ona cavab verməyə çətinlik çəkirəm ki, mən necə reaksiya verə bilərəm, mən necə eləyə bilərəm. Mənim, yəni, bəlkə də normal həyatımı davam eləyərəm, bəlkə də depressiya düşərəm, bəlkə də çox sərt təpkilər verə bilərəm. Bilmirəm, yəni Allah Taala bunu yazıbsa da silsin. İstəmirəm. Bu barədə danışmaq belə istəmirəm. Bəs bu qadağa sizə ailəniz tərəfindən qoyulsa, təbii ki, deyə bilərsiniz ki, bugünə qoyulsaydı, bugünə qədər qoyulardı. Amma həyatda hər şey ola bilər. Birdən siz ümumiyyətlə bu cür seçim qarşısında qalmısınızmı? Ailə və səhnə. Ay, yox. Mən bunun seçimini heç vaxt yaşamamışam deyə, bəlkə də çox rahat cavab verirəm buna ki, heç vaxt ola bilməz ki, mən seçim qarşısında qalım, amma bu olsaydı həmişə demişəm ki, ailə. Amma o rahatlıq mənə hardan gəlir, rahat şəkildə bunu nəyə görə deyə bilirəm. Yəni birinci gündən ailəm mənə dəstək olub, bəlkə də onun rahatlığına və ailəmə olan o təşəkkürün bu dəqiqə yaratdığı bir illüziyadır ki, deyirəm, ailəmi seçərəm. Amma seçim doğrudan mənim üçün seçim etmək çox çətindir. Hər bir halda çətin olur seçim etmək. Vəfa xanım, 2 qızınız var. Bəli. Neçə yaşları var? 27. Maşallah. Xəyalınızdan keçib ki, öz övladlarınızı öz yerinizdə görəsiniz? Yox, keçməyib. Hətta bunu yaşamışıq, belə maraqları da olub. Mən demişəm ki, siz nə edəcəksiniz bundan sonra? Onlar, belə deyim, rus dilli idilər. Azərbaycan dilini indi səlis artıq danışırlar. O zamanlar çox səlis danışmırdılar. Ləhcələri bəlli olurdu. Və deyirdim ki, sizin yalnız işləyə bildiyiniz yer rus dram ola bilər. Nəysə istəmirdim onlar aktrisa olsunlar, amma yenə də başa salırdım hər çətinliyini və rahatlığını, minusunu, plusunu. Onlar özləri qərara gəldi ki, başqa sahəyə getsinlər. Hansı sahədə çalışırlar, sir deyilsə? Hal-hazırda onlar biri dünya ekonomiyasıdır, öz sayəsindədir. O birisi qızım Səbinə isə Dillər Universitetini bitirmişdi, ancaq o tamam başqa sahəyə yönəldi. İndi başqa bir kompaniyada işləyir hal-hazırda. Səbinənin adını dediniz, o birisinin adını Lalə. Küsərlər sonra. Bax, nəyə görə bu sualı verdim sizə? Mən çox aktrisalarla, aktyorlarla danışmışam, söhbət eləmişəm. O sahənin insanları istəmirlər əksəriyyəti ki, öz övladları o sahəni davam etdirsin.
Hərəsinin də özünə görə bir səbəbi olur. Vəfa Zeynalovanın səbəbi nədir? Yəni niyə istəmir? İstəməzdi, istəmirdi. Bilirsiniz, müəyyən sahələr var ki, orada stabillik var. Bizim sahədə stabillik yoxdur. Yəni o rahatlığı əldə etmək üçün mən belə düşünürəm və özünü təsdiq etmək üçün sən gecə-gündüz durmadan çalışmalısan və bütün çətinliklərə baxmayaraq onun öhdəsindən gəlməlisən, vuruşmalısan, çalışmaqla bərabər vuruşmalısan da müəyyən bir səviyyə, müəyyən bir statusa gələnə kimi. Özünü təsdiq etmək, səhnədə sözünü demək, tamaşaçı sevgisini qazanmaq və bir aktrisa kimi öz millətini, öz dövlətini sevmək, ona yararlı övlad olmaq doğrudan da hər insana və hər şəxsiyyətə, hər aktrisaya, hər aktyora şamil olmur. Çünki bu bir mənalı, hamısı bir yerdə üst-üstə düşmür. Bu nadir halda olur. Və əgər bu yoxdursa, sən elə bir illərini boşuna xərcləyirsən. Sən 30 il, 50 il sənətdə olursan, nəticədə yəni sabah keçəndə heç bir tamaşaçı səni heç fərqinə də varmır ki, sən kim idin, aktyor keçdi, aktrisa keçdi yanından. Yəni bu sevilən bir insandır, bu tanınan insandır, bu yararlı insandır millətinə, dövlətinə. Yəni o qədər bu faktorlar məni həmişə narahat eləyib ki, içimdə. Ona görə istəməmişəm. Mən düşünmüşəm ki, bunlar birdən nəsə eləyə bilməzlər, həyatda sonra boş qalarlar. Amma hal-hazırda hərəsi öz sayəsində görürəm ki, mükəmməldilər. Onlar keyf alanda mən də rahat oluram. Bəlkə də sabah teatrda işləyəcəkdilər və heç kimə lazım olmayacaqdılar onlar. Aylarla oturub rollar gözləyəcəkdilər. Mənim özümdə az olmayıb. Neçə il belə müddət olub ki, illər, aylar demirəm, illər olub ki, mən teatrda oturub sadəcə gözləmişəm. Zaman olub ki, yəni kimlərinsə belə deyim, xoşuna gəlməmişəm. Mən biraz o söz gəldi, saxlaya bilməm özümü, deməliyəm. O sözü dediyimə görə illərlə mən rol almamışam, gözləmişəm. Yəni bunu da yaşamışam. Özünüz bugün 20 yaşlı Vəfa Zeynalova ilə üz-üzə gəlsəydiniz, yolunu hansı istiqamətdən salmasını istərdiniz? Əgər sənət baxımından deyirsinizsə, karyera baxımından deyirsinizsə, təbii ki, o sənətimi sevərdim. Mən bu sənətə sevmədən və çox belə özümdə istəmədən, bilmədən gəlib çıxmışam. Təsadüfən, tam təsadüfən gəlib çıxmışam bu sənətə. Bu sənətin içində olduqca və birinci gündən mənim üzərimə elə böyük məsuliyyətlər qoydular ki, rejissorlar, teatr falan. Yəni demək olar ki, ən böyük ana teatrda, Respublikanın bir nömrəli teatrında birinci kurs tələbəsini dərhal işə götürdülər. Bu böyük məsuliyyət idi mənim üçün. Azərbaycanda ilk serialda başrol aldım. Yəni bu həm şans, həm böyük məsuliyyət idi deyə bir gecənin içində tamaşaçıların sevgisini görmək və özünü itirmədən idarə etmək və bir anda anlamaq ki, sən hansı yükün altına girdin? Sən indi geriyə yolun yoxdur. Sən deyə bilmərsən ki, mən bura təsadüfən gəlmişəm. İndi təsdiqlə. İndi canın çıxsın, nə edirsən elə, özünü təsdiqlə, bu insanların sevgisinin haqqını ver. Və şükürlər olsun ki, tamaşaçı məni qəbul elədi, tamaşaçı məni sevdi və mənə elə gəlir ki, daha doğrusunu tamaşaçı deyər, məndə bu pis alınmadı. Bax, teatr məsələsində bayaq mən qeyd elədim həqiqətən də. O incəsənət sahəsində ümumiyyətlə təkcə teatrda yox. Bu qalmaqallar, intriqalar həmişə olub. Siz də dediniz, görənlər, görməyənlər. Bu yəqin ki, yorucu bir tərəfi də var bunun, istənilən bir halda. Amma bax, bir aktrisanın müəyyən bəlli bir illəri keçəndən sonra özü üçün düşündüyü bir plan olur. Yəni indi mən nə etməliyəm? Bax, bu nə etməliyəm sualına özünüzə bir cavab varmı? Belə deyim də,
Mən 30 il teatrda işləyirəm artıq. Və bu illərə kimi, son 2 ilə kimi mən təbii ki, ömrümün axırına kimi öyrənəcəm. Bu sənəti öyrənəcəm. Çünki bizim sənət insan psixologiyasıdır. Yəni, nə qədər yaşam var, nə qədər biz görürük, götürürük, insanların psixologiyası dəyişir, ümumilikdə zaman dəyişir, biz də dəyişəcəyik və hər zaman öyrənməliyik. Bu bir mənalı. Amma hər zaman ehtiyatla yanaşırdım və aktrisa sözündən qorxurdum. Mən özümə mükəmməl aktrisayam, professional aktrisayam deməyə ehtiyat edirdim. Mən həmişə deyirdim ki, mən öyrənirəm, mən hələ öyrənəcəm, mən bundan da yaxşı olacam, mən daha mükəmməl ötəsindən gələcəm. Amma mənə elə gəlir ki, bütün öyrənmələrimə baxmayaraq, buna davam etməyimə baxmayaraq, mənim artıq haqqım çatırdı, mən özümə aktrisa deyim. Mən artıq indi, son 2 ildə mən deyə bilirəm ki, mən professional aktrisayam. Çünki mən artıq o səhnənin hər mismarına bələdəm, o səhnənin hər işığına bələdəm, rejissorlara bələdəm. Artıq ssenari başlayanda mən bilirəm, arxası necə gələcək, bunun arxasında nə olacaq və rejissor mənə baxanda mən artıq bilirəm, o məndən nə istəyir. Ona görə mən artıq düşünürəm ki, mən daha rahat nəfəs ala bilərəm. Vəfxan, qeyd elədiniz ki, teatr elə bir sahədir ki, orada gərək birinci olasan. Bir neçə gün əvvəl mən Mehriban Ələkbərzadənin bir verilişinə baxırdım. Orada bir neçə il, 20 il bundan əvvəlin çəkilişi idi, arxiv görüntüləri idi. Orada belə bir fikir səsləndirir. Deyir ki, teatr sahəsində çalışan insanların seçim məsələlərindən danışır və qeyd edir ki, bu elə bir sahədir ki, orada ən yaxşı halda birinci, ikinci və üçüncü olmalısan. Təbii ki, birinci olmasan, ikinci və üçüncü olmaq şansı var. Əgər bunların heç biri deyilsənsə, deməli sən illərini itirmisən. Əslində çox dərin fikirdir. Yəni mütləq birinci və ikinci ən azı olmaq uğrunda bir mübarizə aparmalısan. Bu yolda müəyyən maneələr, faktorlar dediyiniz kimi bunlar hamısı var. Hansı yerdəsiniz? Birinci, ikinci, yoxsa üçüncü? Təbii ki, mən özümü birinci yerdə hiss edirəm. Bilirsiniz necədir? Əgər birinci onu deyim ki, Mehriban xanımı həddindən artıq sevirəm deyə və mənə elə gəlir ki, mən onu ən yaxşı anlayan aktrisalardanam. Fikirlərimiz də ona görə üst-üstə düşür. Mən də düşünürəm ki, əgər hər hansısa bir sahədəsənsə, həmin sahənin birincisi olmalısan. Fərq yoxdur, həkimsən, müəlliməsən, aktrisasan, amma aktrisasansa daha çox o böyüyür, məsuliyyət böyüyür ki, sən birinci olmalısan. Mən nəyə görə bunu hiss edirəm ki, mən birincilər sırasındayam? Tamaşaçı sevgisini, ən böyük sevgi və o işin üzərində məsuliyyətin, stimulun, hər bir fikrin, hər bir şey birinci növbədə tamaşaçı sevgisindən, tamaşaçı istəyindən, tamaşaçının sənə ötürdüyü enerjidən gəlir. Bu varsa, sən püxtələşirsən. Əgər bu sevgi sənə yoxdursa, sürünəcəksən. Mən razı olmuşam, 7 il oturub gözləmişəm, amma 8-ci il yenə birinci olmuşam. Oynamışam, müəyyən rolları oynamışam, amma yeni tamaşalarda rol almamışam. Çünki düşünmüşəm ki, hər hansı təkliflər olub, hər hansısa bir rolun sadəcə səhnəyə çıxdım, gəldim, görsəndim, getdim, desinlər ki, bu da bu tamaşada var idi deyə mən heç vaxt özümü elə xərcləyə bilmərəm və mən utanaram elə səhnəyə çıxmağa. Mənə xırda olsun rol, fərqi yoxdur. Mən demirəm,
sırf birinci baş rol olmalıdır. Yox, rolun xırdası da ola bilər, amma rolun yükü olmalıdır, rolun dərinliyi olmalıdır. Mənə rejissor nəyisə göstərəndə mən onu etməyəcəm. Bir mənalı eləmirəm. Mən istəyirəm mənim özümki olsun, kiminkisə yox. Rejissor məni yönləndirə bilər, amma rejissor mənə göstərir ki, sırf bunu elə, onda mən qıcıq oluram. Mən onu eləyə bilməyəcəm artıq. Çünki o mənimki olmayacaq. Hansı rejissorla işləməyiniz təsir edirmi obrazı yaratmağa? Bəli. Mən ümumiyyətlə belə bir fikir yaranıb da, teatrda da, bütün teatrlarda var. Rejissorun sevimli aktrisası və yaxud aktrisanın sevimli rejissoru. Bu fikirlə mən razıyam. Bu çox normaldır. Bilirsiniz necədir? Həmişə bir rejissorla işləyəndə artıq ona bələdsən. Bilirsən o səndən nə istəyir. İlk olaraq sənə çətin olar. Çətin gələr, qəribə gələ bilər, nə isə anlaya bilmərsən, mübahisələriniz ola bilər. Artıq zamanla o rejissorla davamlı şəkildə işlədikcə mənə bəlli olur onun mənə istədikləri. Bayaq baxın, mən həmişə Bəhram Osmanovla mənə çox rahat olub işləmək. Çünki ilk gündən teatra gələndən Bəhram müəllimi görmüşdüm teatrda və bilirdim Bəhram müəllim nə istəyir. Həmişə Bəhram müəllim belə bir xəssiyyəti var da, bunu belə eləyib baxırdı belə mənə. Artıq deyirdim Bəhram müəllim, bildim, aydındır, mənə hər şey aydındır, mən bilirəm sən məndən nə istəyirsən. Heç nə daha demə, heç nə mənə göstərmə. Ən o qıcıq olduğum o rejissorun o səbri çatmayanda artıq o çıxır səhnəyə. Hər hansısa bir formada, kobud formada da olsa onu göstərir. O mənim üçün dəhşətli bir şeydir. Deyirəm, yox. O artıq özünü toparlayırdı, yerindən qalxmağa davam edirdi ki, qalxma yerindən, mən özüm eləyəcəm. Mehriban Ələkbərzadə ilə birinci mən işləmək elə çətin gəlirdi ki, çünki fikrini tuta bilmirdim. Bələd deyildik bir-birimizə. Başa düşə bilmirdim ki, nə istəyir, nəyi demək istəyir, hansını demək istəyir, nəyə görə. Axı, mən düz elədim bunu, məncə mən bunu düz elədim, düz çatdırdım falan. Zaman keçdikdə, işlədikcə gördüm, yox. Mən çox əla başladım onu anlamağa. Mən başa düşdüm, o məndən nə istəyir, o məndə daha çox nələri görmək istəyir, nələri almaq istəyir, nələri tamaşaçıya ötürmək istəyir. Ona görə mənim üçün çox belə keyfli oldu onunla işləmək, çox. Bugünə kimi hələ də başlaya bilmədiyim bir iş varmı? Elə bir iş ki, siz hər dəfə düşünəndə deyirsiniz ki, mən hələ də o işi başlaya bilmədim. Başlaya bilmədim deməzdim, amma müxtəlif sahələrə baş vurmağı bacarıram və çalışıram ki, orada bunu alındırım. Yenə deyirəm, əgər düşünəndə ki, baxanda ki, bu məndə alınmadı, burada mən yararsız olacam, dərhal çəkilməyi bacarıram. Bu xəssiyyətimi sevirəm. Bağışlayansınız? Desəm deyəcəm, yox, bağışlamaram. Amma təcrübə bunu göstərir ki, bağışlayıram. Günahı deyək, səhvi deyək, özünüzdə görəndə və haqsız olduğunuzu biləndə etiraf eləmək. O cəsarətiniz var gedib deməyə ki, əslində məsələ məndən qaynaqlanmışdı. Bunu özümdə tərbiyələndirirəm. Tərbiyələndirirəm çünki... Necə həll edirsiniz o situasiyanı? Baxın, həmişə düşünürdüm ki, kiminsə xəttinə dəyəndə ondan üzr istəməyəcəm. Bu mənim egomu, belə deyim, azaldacaqmı, dəyəcəkmi, bilmirəm adını necə qoyum. Amma insan yaşad olduqca fikirləri də dəyişir, dünyaya baxışı da dəyişir. Mən düşünürəm ki, artıq bəlli bir yaşa gəlmişəm və öz səhvimi və yaxud kimdənsə üzr istəməyi bacarmaq mənim üçün öncə düşünürdüm, bu bir kimisə qarşısında alçalmaqdır, filandır. Belə düşünürdüm. Nəyə görə bilmirəm. Bu fikir nəydən qaynaqlanır da onu da bilmirəm. Sadəcə belə düşünürdüm. Amma müəyyən bir bəlli yaşdan sonra başa düşdüm ki, yox, əsla belə deyil.
İnsan üzr də istəməyi bacarmalıdır. Nə qədər çətin olsa da etiraf eləməyi də bacarmalıdır. Səhvi özündə görürsə, indi bu baxır kimə yansıyır o səhv. Onun dilini tapıb, onun o belə deyim də, xətrinə dəymədən, o qılığına girib ondan o üzrxahlığı götürmək olar və yaxud demək olar ki, bağışla, səhv məndə idi. Sən demə, sən elə düz imişdin ilk olaraq. Bu çətin məsələdir, bu rahat məsələ deyil. Mənim kimi bir insan üçün də dəhşətli dərəcədə çətindir. Amma bugün mən bunu eləyə bilirəm. Bu məni sevindirir, eləyə bilirəm. Mən özümü tərbiyələndirə bilmişəm bu tərəfdən. Amma ki, əvvəl nə danışırsınız? Bu mənim egoma dəyərdir. Bax, mən kimdənsə yemiş istəyim, yox. Yəqin ki, bu bir gənclik deyim, bu bir nə bilim, həyatı anlamamaq deyim, buradan gəlirdi. Cavanlığın da öz deyir, o keyfi var da, yəni onun boyuna yıxıram bunu. Sizə mane olan, qarşınızı bilərəkdən və yaxud bilməyərəkdən kəsən, hansısa planlarınızın alt-üst olmasına səbəb olan insanlar var ki, var belə insanlar, əminəm ki, sizlə üz-üzə gələndə çox normal danışırlar, gülürlər, öpüşürsünüz, qucaqlaşırsınız və siz əslində pərdə arxasında nə olduğunu bilirsiniz. Bugün o insanlara nəsə bir mesajınız varmı? Və yaxud da onlara nəsə bir mesaj vermək istəyərsinizmi? Yox, mənə elə gəlir ki, onlar mənim mesajımı çoxdan alırlar. Çünki mən bayaq da bir söz işlətdim ki, məni görənlər çox vaxt mənim haqqımda düşünürlər ki, mən özümlə razıyam filandır, bu hardan qaynaqlanır bilmirəm. Bu tərəfi də var ki, mən həmişə özümü dartmamışam. Sadəcə olaraq həmin o sadaladığınız o nəyəsə, hər hansısa bir işdə yolumu kəsməyə, çəpər olmağa durublarsa, gənc vaxtı bəlkə də dalaşardım, bəlkə də nə bilim, filan edərdim. Müəyyən bir vaxtdan sonra bu məndə çox tez alındı. Mən səbrimi basmağı bacardım və həmin insanlara ancaq güldüm. Ancaq onlarla heç nə olmamış kimi rəftar edib gözlərinin içinə baxmağa çalışdım. Ona görə indi rahatam. Çünki mən onların gülməyimlə, onlarla xoş rəftar eləməyimlə artıq mesajımı ötürdüm ki, özünüzü yormayın. Əgər mən bunu eləyəcəmsə, bu məndə alınacaqsa, alınacaq və siz mənə heç cürə mane ola bilməyəcəksiniz. Əgər alınmırsa məndə, yenə də bu sizin əməyiniz deyil. Sadəcə bu məndə alınmadı, mən çəkildim qırağa. Mən bunu onların gözünə gülərək, baxa-baxa, belə keyflə deyirəm. Mənə elə gəlir ki, onlar da məni artıq tanıyırlarsa bilirlər mən nə deyirəm. Vəfa xanım, gözəlliyiniz başınıza bəla olub? Gözəllik deməzdim, amma mən əminliklə deyə bilərdim ki, bəli, mən şanslı aktrisalardan idim ki, məndə çox qəribə və qeyri-adi bir cazibə olub həmişə. Və bu da aktyor üçün önəmlidir. O cazibə ilə qəşənglik artıq gözəllik ikinci plana keçir. İstəyir xanım olsun, istəyir bəy olsun. Bir aktyorun, bir aktrisanın mütləq şəkildə şarm olmalıdır. Şükürlər olsun bu günümüzə və Allah Taalaya ki, bunu mənə ötürübdür. Bunu mənə valideynlərim bəxş edib, Allahın tərəfindən bəxş olunub. Bu məndə var. Və bu mənim ən belə birinci silahımdır. Ona görə düşünmüşəm ki, nəyə də görə mən gülməyim, nəyə də görə mən sevinməyim. Mənə Allah Taala belə bir şans verib, mənə Allah Taala belə bir cazibə verib. Ona görə mən bunun dəyərini həmişə bilmişəm. Mən onun süni şəkildə heç vaxt belə istifadə etməmişəm.
kiməsə qarşı ki, bu məndə var, mən beləyəm, mən eləyəm filan. Tam tərsinə mən istəmişəm o cazibəmlə udum. Daha məndə alınırsa, daha yaxşı ötürüm insanlara. Qısqancsınız? Var. Varımdır qısqanclıq. Yenə deyirəm, zamanla bu biraz azalır. İnsan müdrikləşdikcə bu azalır. Amma desəm ki, yox, mən qısqanc insan deyiləm, yalan deyirəm. Bəs sizi qısqanan olanda bu sizin xoşunuza gəlir, yoxsa bu sizi əsəbləşdirir? İlk olaraq dərhal bu sualı mənə verəndə deyərdim ki, əsəbləşirəm, lazım deyil bu mənə. Amma dərindən fikirləşəndə görürəm ki, yox, bu mənə lazımdır. Bu mənim xoşuma gəlir. Bu nə qədər qəribə səslənsə də bu mənə xoş gəlir. Dostlarınız arasında yetəri qədər belə də necə deyim, o əndazədən çıxanda artıq təbii bu artıq stressə, bu artıq o əsəbə, bu artıq nə bilim davaya, qırğına gəlib çıxa bilir. Amma müəyyən qısqanclıq mənim üçün, mənim sənətim üçün bu lazımdır. Qısqanclıq deyəndə adətən belə deyək ki, əks cinslə olan münasibətlər göz önünə gəlir. Ümumiyyətlə dostluq münasibətlərində də, məsələn, yaxın bildiyiniz dostunuz, kiməsə sizin yanınızda bir kompliment deyəndə, ya sizdən daha isti münasibət bəsləyəndə, ya da ki, əksinə başqası sizin dostunuza daha belə yaxın olan. Bu sizi necə özünüzdən çıxardır, yoxsa? Mən ümumilikdə götürürəm. Mən deyirəm ki, bu normaldır da. Yəni bu mənim podruqamdır və onun da rəfiqəsi var da, yəni normal bir haldır. Mən şuurla düşünəndə doğrudan da çox normaldır bu. Amma hərdən özümə yaxın bildiyim rəfiqəm, o mən tanımadığım başqa bir rəfiqəsi ilə gələndə, nəsə danışanda, yəni məni ikinci plana qoyanda mən qısqanıram. Ümumiyyətlə siz dostluğu necə dəyərləndirirsiniz? Dostluq harda başlayır? Necə bilirsən ki, bu artıq harda başlayır deyə bilmərəm. Çünki dostluq üçün zaman lazımdır. Yəni çox təsadüfən sən kimlənsə tanış ola bilərsən və çox böyük bir dostluğunuz alına bilər. Bu demək deyil ki, mütləq elə bir yerdə böyüməlisən, uşaqlıqdan bir-birini tanımalısan filan. Müxtəlif hallarda bu başlayır. Amma əgər dostlamsa, dost deyirəmsə, həmin insana o artıq mənim üçün əziz, doğma bir insandır. Yəni əzizim üçün, doğmam üçün nə düşünürəmsə, onlara necə kömək ola bilərəmsə, necə yanlarında ola bilərəmsə, dostumun məsuliyyəti inanın ki, ondan 2 qat çox olur. Bəlkə aləmdir deyirəm, hardasa onları ikinci plana qoya bilərəm ki, onlar məndən inciməz. İndi mən bunun yanında daha çox olmalıyam. Onlardan zamanımı uğrayıb dostuma verə bilərəm. Mənim üçün dostluq budur ki, hər bir halda mən onun yanında olmalıyam. Eyni halda qarşılıqlığında gözləyirəm. Gözləmirəm deyil, gözləyirəm. Və mən hər bir halımla dostumun yanındayam, çətin günündə, xoş günündə, onun üçün hər şey eləməyə gecə-gündüz hazıramsa, sabah mənim başıma bir iş gələndə və mən gecə saatında dostuma zəng edirəm, sənə ehtiyacım var, gəl yanıma falan deyirəmsə, o deyir, bağışla mən gələ bilmirəmsə, bu mənim üçün siz çökmək deməkdir. Necə yəni, gələ bilmirəm, nə deməkdir? Sən bu dəqiqə mənim yanımda olmalısan. O baxımdan da mən çox qısqanc və çox egoist yanaşıram buna. Yəni bilmirəm, səhvdir, düzdür, mən belə düşünürəm. Aktrisa olmağınız səhnədən kənarda köməyinizə gəlib? Çox. Çox. Aktrisalıq eləmisiniz yəni? Çox eləmişəm. Etiraf edirəm ki, eləmişəm. Məcbur qalıb eləmişəm. Həmişə deyirəm ki, mən aktrisayım da, hər bir insanın içində oynamaq fəthi var. Və bizim
biz seçilmişik, biz xoşbəxtik ki, bizim böyük səhnələrimiz var. O xisləti yetərin qədər içimizdən çıxara bilərik. Deyirəm, vay sizin halınıza ki, sizin o xisləti çıxartmağa yeriniz yoxdur, ona görə həyatda oynayırsınız. Amma görürəm ki, yox, müəyyən bir situasiyalarda istədin, istəmədin oynamaq məcburiyyətində qalırsan. Bugün bədii filmlərə və yaxud da seriallara çəkilmək istəyiniz var? Var, təbii ki, var. O həmişə olacaq. O istək məni heç vaxt buraxmaz. Zamanı dəyişdirsəydiniz, belə bir şans sizə verilsəydi, ilk dəyişmək istədiyiniz nə olardı? Sizə bir şans verilib ki, bax, bunu dəyişə bilərsən. Nəyi dəyişərdiniz? Arxada qoyduğunuz... Bu silsilədə yoxsa 1-2 seçimim var? 3 seçim verirəm sizə. 3 seçim. Əslində silsilə olsaydı əla olardı. Amma ilk 3 seçimim varsa, birincisi övladlarıma zamanında, yetkinlik dövründə, uşaqlıq dövründə çox zaman ayırardım. Mən düşünürəm ki, bir ana olaraq bu mənə həmişə incidir. Kaş onların müəyyən vaxtlarında daha çox yanlarında olardım. Bugün onlar mənə deməzdilər ki, o vaxt sənin bizdən xəbərin var idi ki, bu mənim üçün bizsiz nə deməkdir? Bu mənə elə ağır gəldi ki, bu günümdə ki, necə yəni mənim övladım mənə bunu necə deyə bilər? Və oturdum, düşündüm, birinci çox çətin və çox belə qəbul edilməz gəldi mənə. Sonra düşündüm, o qədər onlara haqq verdim ki, başa düşdüm səhv məndə olub. Onlar düz deyirlər. Birinci bunu eləyərdim. İkinci, ümumilikdə etdiyim səhvləri etməzdim. Hər bir yönə bunu daxil edirəm. Üçüncüsü isə kimlərisə gözləməzdim. Daha çox özümü təsdiqlədib, daha çox obrazlar yaradardım. Xoşbəxtsiz Vəfa xanım? Xoşbəxtsiz, ümumilikdə desəm, götürsəm xoşbəxtəm. Çünki istədiyim aləm var, karyeram var, sevdiyim insanlar var. Bu xoşbəxtlik sözünü bir mənalı da yanaşmaq olmur axı. Bu anlardır. Gəlir, gedir, gəlir, gedir. Təbii çalışıram ki, bu axarlı olsun, bunun daha çox o anları daha çox yaşayım, daha çox rahat olum, daha çox relaks olum. Ancaq şablon şəklində götürəndə deyə bilərəm mən xoşbəxtəm. Həmişə xoşbəxt olun. Qarşılıqlı. Mən də sizə bunu arzu edirəm. Hər bir kəsə bunu arzu edirəm. Təşəkkür ederim. Çox sağ olun. Siz sağ olun. Dəyərli fikirlərinizə görə, çox sağ olun bizə vaxt ayırdığınıza görə. Düşünürəm ki, hər bir insan xoşbəxt olmağa layiqdir. Təbii ki. Və hər bir insan özünü hansısa bir anda xoşbəxt hiss edir. Çünki heç bir insan xoşbəxtliyin nə olduğunu ümumiyyətlə bilmir. Elədir. Razısınız? Razıyam. Tamamilə razıyam. Çox sağ olun. Siz sağ Minnətdaram olun. sizə.